Hər kəsə salam. Keçən videolardan da bildiyiniz kimi mən türk kitablarından müəyyən tip sualları izah eləməyə çalışıram sizlərə. Və bu gün Əbub Əkuba aid bir misalla gəlmişəm. Deyir ki, Əbub XY6-dır. Əkob XY-i soruşur ki, XY-ə nisbəti 5/7 kimi verilmişdi. Biz burada baxın nə edirik? Əgər x-in y-ə nisbəti 5/7-dirsə, tənasübə görə x-i götürürük 5k, y-i götürürük 7k. Əbub XY yazırıq ki, Əbub XY x-in yerinə 5k, y-in yerinə 7k, bu bərabərdir 6-ya. Ortaq vuruq hansıdır bunlardan? K-dır. K vurulsun, k-nı çıxardırıq mötərizə xaricinə. Əbub 5, 7 qalır. O da bərabərdir 6-ya. Əbub 5, 7 bizə nə verir? 1-i verir. Yəni k vurulsun 1, k bərabərdir 6-ya. Deməli, k-mızı 6 tapdıq. Bizim yadımızda qalsın ki, k 6-dır. Burada kənarda yazaq ki, k 6-dır. Aha, digər tərəfdən Əkob XY istəyir. Yenə yazırıq. Əkob x-in yerinə yazmışdıq 5k, y-in yerinə yazmışdıq 7k, bərabərdir sual. Ortaq olan hansıdır? K. K-nı çıxardırıq mötərizə xaricinə. Alınır ki, Əkob 5, 7. Əkob 5, 7 nəyə bərabərdir? Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir, yəni 35. K vurulsun 35. K da nədir? 6 vurulsun 35. 6 vurulsun 35-də eləyir 210. Səhv eləmirəmsə və cavabımız C variantı.